nemətlər içərisində ən uca, ən əzəmətli nemət, yəni hidayət nemətidir. Yəni Allah Taala'nın insanı bataqlıqdan çıxartması, insana haqqı haqq olaraq göstərməsi, haqqa müvəffəq etməsidir. Qəlblər Allah Taala'nın əlindədir. Əgər Allah Taala sənin qəlbini İslam'a açıbsa, ora hidayət yerləşdiribsə, insan bunu dəyərləndirməlidir. Yəni bunu qiymətləndirməlidir. Bunu qorumağa çalışmalıdır. Necə ki Allah Teala buyurur: "Vestemsik billezî uhiye ileyk." Yəni sənə olunan vəhiydən möhkəm yapış. Əgər insan möhkəm yapışarsa, onu dəyərləndirərsə, yəni o nemətin davamlı olmasına, qalmasına səbəb olar. Əgər insan biganə yanaşarsa və bu nemətdə digər nemətlər aradan qalxdığı kimi o da aradan qalxır. Yəni kimsə düşünməsin ki, yəni mən gəlmişəmsə bu yol problem deyil, mən bu yol asanlıqla davam edəcəyəm. Və digər nemətlər şükür olunmadığı zaman aradan qalxdığı kimi eyni ilə hidayət neməti də aradan qalxır. Ona görə də çalışmalıyıq ki, yəni hidayətə gəldikdən sonra bu yolu davam etdirək. Hətta bəzən olur ki, başqaları gəlir, yəni bizi qabaqlayır. Yəni bu karvanın, hidayət karvanının, yəni önündə gedənlərdən olmağa çalışaq. Və bundan sonra insan bunun qiymətini bilərsə, yəni hidayət neməti necə əzəmətli nemətdir. Yəni dünyada buna bərabər başqa bir nemət ola bilməz. Bunu bildikdən sonra bunu qorumalıdır. Əgər insan qorumursa, onun ağlının naqisliyinə dəlalət edir. Çünki ağıllı insanların adətindəndir ki, ağıllı insanlar bir şeyin qiymətini bildiyi zaman onu dəyərləndirirlər, qoruyurlar.